İndi isə çıxış üçün söz verilir AFA'nın prezidenti cənab Rövşən Nəzifov. Teşekkür ederim. Hörmətli konferans iştirakçıları, hörmətli FIFA və UEFA nümayəndələri, dəyərli qonaqlar, media nümayəndələri, böyük futbol ailəsinin üzvləri. AFA'nın növbəti hesabat konferansında hər birinizi salamlayıram. Hər zaman olduğu kimi, hesabat ili ərzində də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən futbola olan böyük dəstəyinin şahidi oldu. Hesabat ilindəki nailiyyətlərə dair əhatəli bir yaşaq indi ediləndik. Bu səbəbdən mən çıxışında qısa olaraq bəzi əsas məqamları qeyd etmək istərdim. Komandamız ötədən keçdi. Fransa və Ukrayna üçün güclü yığmalara qarşı layiqli mübarizə apardı. Bu dövrü daha çox yenilənmə və düzgün istiqamətin müəyyənləşdirilməsi mərhələsi kimi qiymətləndiririk. Ayxan Abbasın rəhbərliyi altında artıq müsbət dəyişiklik hiss olunmalıdır və fürsətdən istifadə edici rəhmət Ayxan müəllimə çətin dövrdə media məşqçi olmağa razılıq verməsə və millinin doğrudan da qısa müddətdə oyun tərzinin dəyişməsinə nail olmasına görə həm təbrik edirəm, həm təşəkkür edirəm. Komandanın oyununda intizam, dinamika və mübarizə əzmi artıq ki, bu da gələcəyə daha nisbin baxmağa əsas verir. Bunun bəhrəsini artıq qısa müddətdə görməyə başlamışıq və bu yaxınlarda keçirilmiş tenis turnirində qalibi olmağı məhz bunun bariz nümunəsidir. Həm Saint-Lucia, həm də Sierra Leone yığmalarına qarşı keçirilən oyunlar qarşıdakı komandaların güclü olmasına baxmayaraq bizim komandanın əzmkarlığı, göstərdiyi oyun üslubu və oyun tərzinin sayəsində qələbə ilə yetirmişdir. Və bir daha milli komandamızı bu turnirindəki qələbə ilə bağlı təbrik edirəm. Biz komandamıza güvənirik və əminik ki, Azərbaycanımızı sevindirəcək nəticələr bundan sonra da tez əldə olunacaq.